Hə dostlar, Laçın Ömürlü kəndərəsindən hər kəsi salamlayıram. Hər vaxtınız xeyir olsun deyirəm. Bugün artıq axşamüstüdür. 2025-ci il 8 sentyabr deməli günü. Bu videoda sizə çəkiliş eləyirəm. Buraya rəhmətli Bəylərov Əmir kişiyə aiddir. Bəylərov Əmir rəhmətə gedib, həyat yoldaşı rəhmətə gedib. Bir qız övladı rəhmətə gedib. Allah hər üçünə də rəhmət eləsin. Yerdə qalanlara can sağlığı. Ermənilər bura gəlişəndən bütün evlərdə, yaşayış olan evlərdə nömrə qoyulub, nömrə ilə yaşayıblar bunlar. Onlar da əvvəlki videolarımda dediyim kimi onlar ad familiya ilə yox, nömrə ilə yaşayıblar. İndi bax mən sizə çıxıram üst evdən, həm nömrəni göstərirəm, həm də üst evin vəziyyətini göstərirəm. Deməli, rəhmətli Bəylərov Əmir dayı bu evi özü də usta olduğu üçün bax belə çox gözəl şəkildə pilləkənlər qoyubdur və görüşür. Hamısı birbaşa bütöv daşdır. Qiymətli daşla, dağ daşı ilə belə yolunub gözəl şəkildə pilləkənlər düzəlib. İndi mən çıxıram üst evə, üst evdən sizə az da olsa çəkiliş edib adlıq gətirəcəm. Mən evin girəcəyindən yox, yan tərəfindən babı işi pəncərənin başını, qapının başını göstərirəm. Tağ şəkildə gözəl qiymətli daşla işlənilib və belə hazırlanıb. Sonra keçim evin ön hissəsinə. Ön hissəsinə keçməmişdən əvvəl mən dediyim kimi 35-ci ev. Özdə burada bir də nömrə qoyulub C. İndi bu nə mənad verir onu mən deyə bilmərəm. Erməni hərfidir yəqin ki. 35-ci ev. Onların yaşadığı 35-ci yəni erməni ailəsi. Ad familiya burada deməli o qədər önəmli olmayıbdır. Ad familiyada yaşamayıblar. Bunlar hər yerdə harda yaşayırlarsa nömrə ilə yaşayırlar. Mən bütün videolarımda çəkmişəm 61-ci nömrəyə qədər deməli erməni ailəsi burada olub. Hələ bundan da belə təxminən bir 10 ailə var ki, burada deyilənlərə görə 70 ailə olub. İndi mən evin də ön hissəsindən sizə az da olsa çəkiş edeyim. Bax, divarın ayağından başlayıb mən sizə göstərəm. Çox gözəl qiymətli daşla, bax belə yonma daşla işlənilib, hazırlanıb. Sonra evin iç hissəsindən mən sizə göstərim. Deməli, erməni vandanları bura bütün hər yerə qənim kəsilib. Onlar bütün bizim evlərimizi məhv ediblər. Evlərin bir çoxunu buradan çıxan kimi yandırıblar. Söküb apardıqlarını aparıblar, apara bilmədiklərin evləri yandırıblar, məhv ediblər. Ancaq elə evlər var ki, onu yəni ola bilsin ki, çatdırmayıblar, hansı səbəbdənsə yandırılmayıb. Bax belə heç olmasa biraz da olsa divarın baş tərəfi görünür ki, o belə salamat qalıb. Salamatdır, ev gözəl şəkildə bax belə görünür ki, təmir olub. Mən indi buradan üst evdən padvalı göstərəm, alt evi. İndi mən aşağıdan da sizə çəkiliş edəcəm, alt evi də göstərəcəm. Sonra bura evin belə görünür ki, koridoru olub. Koridordan yenə belə arxa otağa keçiş. İndi mən tam keçə bilmirəm o tərəfə. Ancaq arxa iki otaqda görünür ki, tam təmir olub. Və belə görünür. Hər iki otaqda təmir. Bu biri tərəfdən də, bu biri otaqda təmir olub. Ancaq son illər ermənilər burada özləri üçün yenə də şərait qurublar. Hardasa bax bu son dövrə aid olan bu dəmir belə ev tavanı düzəltmişlər yəqin ki. Və belə uçurulub dağılandan sonra yığılıb bura. Buradan da evin yenə bu biri üzdən sizə göstərim. Bu evdən də belə evin salamat qaldığı görüşür göz qabağındadır. Bu hissələrdə yəqin ki evin hamamı olub da onu mən dəqiq deyə bilmərəm. İndi mən keçim yenə aşağıdan sizə çəkiliş edeyim. Aşağıdan da biraz sizə aydınlıq gətirim. Rəhmətli Əmir dayı çox zəhmətkeş adam olub. Yəni öz zəhməti ilə, öz əlqabarı ilə burada özünə bax belə təxminən hardasa 50-ci ildən sonra 60-cı ilə qədər bu evi belə tikib, qurub, neçə illər burada ömür sürüb, yaşayıb. Bu evin ziyarətinə gələn çoxdur. Yəni oğlu Pənah, Əlağa bu evi gəlib həmişə ziyarət ediblər. Hər ildə buradan qurban kəsilir. Bu evdə cəmaata paylanılır. Bu ev həm də onu deyim ki, ibadət deməli əhli olan evdir. Oğlu, qızı hamısı ibadətlə olan adamlardılar. Əmir dayının, rəhmətli Əmir dayının
qız övladından Şərqiyə bacıya mən söz verirəm. Az mı çox mu keçmişdən xatırınızda nələr var? Ondan bir də siz də belə xatırınızda qalanı deyəsiniz. YouTube vasitəsindən bu YouTube'a gedəcək. Çok var ol. Allah razı olsun. Allah köməyin olsun. Hoş gelmişsen. Bu çekilişi aparırsan. Allah canını sağ eləsin. Bu ev qonaqlı qaralı ev olur. Mənim atam zəhmətkeş, öz zəhməti ilə, öz əziyyəti ilə işləyən, çalışan adam olur. Öz əl qavarı ilə tikib, öz əziyyəti ilə buranı tikib, qurub, qoşub başa gətirib. Özü də atam ibadət əhli olur. Biz də onunla beraber ibadət əhli olmuşuq. Bu evin özü, öz bünövrəsi ziyarət olub, ocaq olub. Burada şam yandığını da görürlər. Dəfələrlə kənd sakini də görür. Buraya çox qonaqlarımız olub. Azərbaycanın hər yerindən qonaqlar gəlir. Hər yerindən gələnlərimiz olub. Süfrəmiz açıq olub. Allah Xudavənd aləm bu gündən min şükür ki, Allah'ın bu gündən min şükür ki. Gene bu torpağa ayağımız dəyib, gəlmişik, öz vətənimizdəyik, öz torpağımızdayıq, işimizi yandırırıq. Böyük kardeşim iki kurban kesin. Deyir Allah bir kurbanı var, birin laçın alınan gün eşiləndə kesin. Birin deyir kəndə gelməyəğin o torpağa dəysin onda kesin. Birin gəlib o torpağa ayağı dəyəndə kesin. İndi de arzu eləyir ki ay Allah bütün elim ovam hamısı gelsin. Kendimiz əvvəlki vəziyyətinə qayıtsın. Millətimiz gene hamısı öz vətəninə gelsin. Birin de onda kesin. İnşallah. Allah hamının qurbanını qəbul eləsin. Keçən ilsətlərdə bir dana qurban deyir, ay Allah sağ salamat öz vətənimizə gələk, öz torpağımızı ayağımızda etsin. Mən də o dananın birini qurban kəsin. Bu il gəldi, kəsdi. Həyat yoldaşınız. Hə, başını dönüm. O bizim məhləmçəmizsən, oradan danışıram. Allah'ın böyüklüğüne şükür ki öz torpağımızı, öz vətənimizə ayağımızda edib. Atamızın, anamızın ruhu indi şad olar ki, onun ocağında çıraqların yandırırlar. Bacım bu il gəlib, çox zəhmətlə, əziyyətlə gəlib, yine burada öz şərait salıb, elə bir buranın ocağını yandırmaq üçün, buranın çırağını yandırmaq üçün. Həmişə bu ocaqda, bu evdə eysan verilib, qonaqlı qaralı olub. Otururduk, süfrə açırdıq, çörək yerdik, atam deyirdi, ay Allah, şükür bunu verdiğine, bu belə halal çörək olmaz. Bu gözəl nimət kimi, bizə ki bu niməti bəxş eləmişsən, buna şükür. Zamanıdıq, davuşumuz gətirmir, deyirdik ki, axı bu halal çörək, halal çörək. Deyirdi bala, o halallığı deyirəm ki, hamı əl zəhməti iləndir. Arka tərəfi əkirdik, aparıb dəyişirdi, 2 ton bir dəfəmə un sarı eləyirdi, alırdı. O arxa kartof eləyirdi, aparıb bizdə verirdi, 2 ton un gətirirdi. Buranın 2 tonazın almamız olurdu, böyük bağdı, alma bağı idi, indi qırılıb, hamı məhv olubdu. Şükür ilahının böyüklüğüne, ilahının mərhəmətinə min şükür ki bu niməti, bu gözəlliyi bizə bəxş edir. Hər şey əl əziyyətimizlə olurdu, əl zəhməti ilə olurdu. Da qıraqdan bir tükandan qənd alardıq, düyalardıq düşəndə. Qalan nə nimət varsa hamı öz qazancımız, öz zəhmətimizdir, öz həyatımızda becərirdik, əkirdik, səpirdik, işləyirdik. Halal niməti də, halal çörəyi də yeyirdik. Ona görə də elə halal yolda da dayandık, halal yolda da durduk. Allah'ın verdiğine min şükür, böyüklüğüne min şükür. Ailəvi hamı namazı kılan, hamı Allah'ın tanıyan, hamı Hakk'a yönəlendir. Gene de elə Allah'a otururuq, dururuq, şükür edirik ki, bu günə şükür ki, ayağımız bu torpaqdadır. Şükür bu günə. Allah senden de razı olsun, ömrün uzun olsun. Belə kəndimizin, nətər deyir, vətənpərvər oğulları sağ olsun. Sən bir hələ ki, bu kəndin hər bir şeyini işıqlandırırsan, hər şeyi çəkirsən, göstərirsən.
Allah senden de razı olsun. Allah atan anana rəhmət eləsin. O günü danışırlar ki, o Mahmudun körpüsündən bir belə texnikalar gəlir, gelir. O körpü nətər ona döz gətirir. Deyirəm, onu yaşa da tikirdi. O elə bir usta idi ki, elə bir onda əl qabiliyyəti vardı ki, onun tutduğunu heç nə dağıtmaz. Allah ona da rəhmət eləsin. Cəmaata yarıyan idi. Nağantara ölənlər vardı onun qəbrinə, onun daşına, onun hər şeyinə gelən idi. Allah o dünyalarını versin, Allah rəhmət eləsin. Sağ olsun da ölənizə rəhmət. Allah köməyinizdə olsun, gəlib bu çəkilişləri elgirsiniz. Elə bir bizim də ürəyimiz açılır, biz də sevinirik, deyirik şükür ay Allah, öz vətənimizdə, torpağımızdayıq. Gün o gün olsun, ay Allah, vətənimizin, cəmaatımız hamısı gəlsin. Devletimiz yardım eləsin, bilmirəm, kömək eləsin. Hərəni öz yuvasında, bax öz başının dibində. Bax orada mağaraya aparıb o Əslan dayının o əziyyətinin yanında mənə bir ev tiksələr. Mən ona yapışmadım, mən o evi qəbul eləyə bilmərəm. Amma hərənin öz daşının dibi, öz zəhməti daha şirindir. Mən onu sizə sual verəcəydim, ama birazdan indi, ancaq siz özünüz dediniz. O daha şirindir. Ona göre ki, bu evdə böyümüşük, bu məhəllədə yaşamışıq. Buranın hər daşında, hər ağacında bir xatirəmiz var. Biz ayrı bir məhəllədə yaşaya bilmərik. Allah devletimizi var eləsin, kömək eləsin, pul versin. Özümüz tikək, yararaq, quraq, yenə əvvəlki vəziyyətə gətirək, çıxardaq. Sağ ol. İstəmirik ki, o gelib o zavğın evləri kimi biz evdə yaşaya bilmərik. Onu hamı yan-yana, hər qonşu, qonum, hərə öz qonşusunun özünə şirindir. Hərənin öz torpağı özünə şirindir. Öz daşı, qəsi özünə şirindir. Ona görə də bizə xahiş edirik, yalvarırıq prezidentimizdən, bizim öz yerimizdə, öz məhəlləmizdə özümüzə yardım eləsin, özümüz tək quraq qoşaq. Çox sağ olun, Allah köməyiniz olsun. Mən sizi buraya çağırmaqda məqsədim ilə o idi ki, siz öz evinizi yoxsa hökumətin, dövlətin tikdiyi ev istəyirdiniz. Ancaq sizi elə mən deməmişdən əvvəl siz özünüz bunu şərh elədiniz. Sizin dilinizdən elə özünüz öz fikrinizlə şərh elədiniz, biz də eşitdik. İndi mən istəyirəm ki, elə bacınız Ruqiyə da biraz söz verək. O da biraz keçmişdən xatirində nələr var, o da biraz öz sözünü desin, mümkündürsə. Buyur Ruqiyə bacı. Bacım dediği kimi, bu elədi ki, Mürsel. Bax, mənim atam, anam, atamın atası 41 müharibəsində olub, yetimçiliklə böyüyüb, kəsbkarlıqla zəhmət çəkib, daş qaldırıb. Mən istəmərəm ki, mənim atamın zəhməti başqası gələ oturar. Ona biz razı ola bilmərik. Heç bir vaxtı. Ona görə ki, mənim atam, bax bu daşların hamısında mənim anamın, atamın nişanəsi var, əziyyəti var. Bir dəqiqə sözün arasında bir dənə şey deyim mən. Mən bütün videolarımda vurğulayıram ki, bizim atamızın, babamızın bizim kəndə qoyduğu daşlar bizim üçün çox əzizdir, müqəddəsdir. Ona görə ki, orada bizim atamızın əl işləri var. Əl işləri olduğu üçün onlar bizim üçün indi həmin evlər, həmin yer, yurt bizim üçün ziyarətə çevrilir. Bunu mən belə deyirəm öz videolarımda da bunu mən bu cürdə paylaşıram. Ancaq indi belə kəndin bəzi cəmaatdan elə adamlar var ki, deyirlər yox. Müasir şəkildə ev tikilsin. Yəni bu mənim fikrimcə bu yol verilməzdir. İndi sözünüzü davam edin. Mən həyatı boyu heç vaxtı razı olmaram ki, mənim atam, anam qaldırdığı, qoyduğu, adicə bir ağaç qalıbdırsa da, mənim onu atam anam əkir. Onu gələ başqası yiyələnə. Ona biz razı deyilik. Atanın, ananın qoyduğuna evlat yiyədirlər, başqası yox. Evlad üçündür. Çox düzdür. O mənim atam, anam, Allah rəhmət eləsin atana, anana. Qardaş bacım Allah ölənizə rəhmət eləsin. Evlənib, gedib, var, qardaşlarımın da canı sağ olsun, sonsuz deyil ki. 4 bacıyıq, 2 də qardaşıq. İndi ölən rəhmətə gedən gedib. Atanın varisi evlatlar üçündür. Heç vaxtı bizim cəmaat razı olmayacaq. Mənim kimi hamı da öz yerin, öz evin tələb edir. Öz məhəlləsini tələb edir. Devlət yardım eləsin. Bax, maldan qoyundan olmuşuq. Bağdan bağatdan olmuşuq. Əkindən, biçindən olmuşuq. Hər şeydən tökülüb getmişik. 30 ildə ömrümüz hədər gedib. İndi də gətirsinlər, yıxsınlar balaca yerlərə. Bu yobul insan,
O devlet onu hökumət ayrı, prezident ayrı, prezidentin canı sağ olsun. O pulu tələb eləyir. Amma məmurlar yeyir. Bizə çatmır. Biz onu tələb eləmirik. Bizim pulumuzu versinlər. Biz öz şəraitimizi özümüzə çəkiyik. Hamısını verməsin, yarısı versin. Yarısını da verməsin, 1/3 versin. İşte fəhləsi də özümüz olacaq, ustası da özümüz olacaq. Əvvəl nətər mal dövlət, kənd yerində malda saxlamalısan, qoyunda saxlamalısan, əkin biçində eləməlisən. Biz gəlib şəhərli kimi gəlib burada oturmaqdırsa, elə şəhərdə oturmuşuq da, oradayıq da, niyə də gəldik bura? Bu torpaqlar alınıbdır ki, bunun ahalisi gəlsin, öz istədiyi kimi də yaşasın. Biz bunu görə gəlmişik. İndi nətər olsun ki, gedək elə şəhəri kimi yaşayaq. Bu zavodda tikilən evlərə mən sırağa günü şəhərə gedim, Laçına gedim. Mən gördüm də oranı. Mən elə yerdə yaşamaram. Xoşlamıram da, istəmirəm də elə. Bizə lazım deyil elə. Bizim bax burada 48 dənə alma ağacımız var. Bax, bu evin qabağında 48 dənə alma ağacımız var. Ondan sonra evin dalında az olanda satdıq 2 ton kartofumuz olurdu. Satırdıq, atam aparırdı, taxla dəyişirdi, gətirirdik. Biz ta yaza kimi un zad almırdıq. 2 tay un alırdıq itlər üçün. Yal edirik itlərə. Ondan qalanı hamısı özümüzün, öz zəhmətimiz. Ondan qaldı ki də ətə pul vermirdik, yağa pul vermirdik, kartofa pul vermirdik. Özün də sən bu kənddə yaşayan adamsan. Hamısını, gəlin mən buna iş yox, zavodu yox, fabriki yox, iş yeri yox, dağın başında. Gəlik elə bir quru hava olacaq. Quru havanı olacaq. Bizi heyvanla da təmin eləməlidir. Evlə də bu pulu verib getməlidir. Bağımızı, bağatımızı aşmağa bizə şərait yaratmalıdırlar. Bunu eləməli, biz bunu tələb edirik. Bunu tələb eləyəcəyik. Bizim dağları görüb gətiriblər, setqalıyıblar. Çıxmışdım Qoşnavra tərəf. Bütün dağlar hamısı məmurların heyvanlardır. Xeyr ola, biz gəlib onları nə eləməliyik ki? Harada saxlamalıyıq, nə eləməliyik, nə iş görməliyik? Buna niyə baxmırlar? Buna baxmalıdırlar. Bunu tələb eləyirik biz. Tələb də eləyəcəyik, sonuna kimi. Biz Laçınlıların sözü birdir. Sonuna kimi də bu işin axırından çıxıb əl çəməyəcəyik. Gedəcəyik. Lazım olsa o setkaları dağıdacağıq. Sökəcəyik. Vaxt olub bizim babalarımız əli ağaçlı onları, o yerləri qoruyub, saxlayıb bu evlatlar üçün. İndi nətər oldu? O məmurlar onda haradaydı ki, gəldi ki, indi gələndi, setkaladı. Nəyə görə setkalamalı? Bu cəmaət burada yaşayanda bunun heyvanı haraya getməlidir? Harada otlamalıdır? Ora biçənəydi. Cəmaətin kənd yerini özünə bilirsən. Cəmaət hamı oranı, kolxoz da, cəmaət da, hamı yaylaqla dolanırdı. Demək, bu videoda mən bəzi şeylərə aydınlıq gətirim ki, bu evdən deməli, rəhmətli Əmir dayı əvvəlki videolarımda paylaşmışam mən. Bizdə Kərbəlayı Behbudalı bulağı var. Həmin Behbudalı bulağından deməli oğlunun dediyinə görə düşüb deməli su içib Fatih verib su içib həmin yaylağa qalxırdı cəmaət. Həmin yaylağın deməli Behbudalı bulağından 100 metr 200 metr yuxarı deməli setkalanan yerdən söhbət gedir. Ancaq indi bir işdə var ki, indi o kəndin yuxarısı sayılır bizim biçənəyimiz, hörşümüz. Yəni yaylağımız sayılır. İndiki bu son vaxtlarda bir dənə belə söhbət gəzir ki, bizim kəndin ayağından yenə də bağlarımız var. Həmin bağlardan kəndimizin aşağı, qutaran tam aşağısından yox, bir balaca yenə də kənddən oradan bir dəstə də ev düşür. Həmin evlərdən aşağı yenə də bağlarımızı zəbt eləmək istəyir bəzi məmurlar. Mən indi onu da video çəkmişəm, inşallah işıqlandıracağım. Ancaq belə görünür ki, bax kənd cəmaətində tələbi odur ki, hardasa maddi biraz imkan olsa əgər maddiyyat tərəfdən yardım olsa, kompensasiya ödənsə, bu evləri biz özümüz bərpa elərik. Hər kəs öz evini istəyir. Bütün kənd cəmaəti hər kəs öz evini istəyir. Kəndin içindən olar 3 nəfər, 5 nəfər hardasa fikir dəyişikliyi ola bilər, ancaq ümumi cəmaatdan götürsək, hər kəs öz evini istəyir. Öz evini istəyir, əgər kompensasiya olsa, təmir olunsun, düzəlsin. Və yaxud da ki, olmasa, özümüz də öz pulumuzla, yəni elə bilirəm ki, biz bu evlərimizi bərpa eləyib düzəldə biləcəyik. Bax, rəhmətli Əmir dayının da evindən bu qədər, yəni fikir aydınlığı da oldu. Mən də biraz axşama gedir, qaranlıq düşür. Mən də sizə istəyirəm biraz da
bağdan çəkiliş eləyim. Dediyinizə görə burada nə qədər 48 alma ağacı. Alma ağacı 48 Hə, dənə indi alma mən ağacı vardı. Qeyri-adi düşüm yenə də ağacı. elə bağın buradan girəcəkdən görüşür ki, bu gilas ağacıdır, yoxsa gilanar ağacıdır. Gilanar. Bax belə yaxşı vəziyyətləri, durumu yaxşıdır. Mən də düşüm aşağıdan düz bağın yuxarısından, aşağıdan bağdan da sizə çəkiliş eləyim, aydınlıq gətirim. Bura bağ yeri belə görüşür ki, ümumi görünüşü bax belə o biri tərəfdən görünür. Ora qədər bu məhəlləyə aid olan bağdır. Bağdan indi mən tanıya bilsəm yaxşı olar. Bax bu bir dənə hardasa şəftəli ağacıdır. Göydür. Bu qaysı ağacıdır. Yaxşı durumdadır. Sonra bu da qaysı ağacıdır. Bu da pis deyil. Yəni yaxşı durumdadır. Bu evdə yaşayış olduğu üçün ağaclar hamısı saxlayıblar. Yəni doğramayıblar. Bu ağac görüm nə ağacıdır? Deyək bilmirəm. Bu da qaysı ağacıdır. Yenə də durumu yaxşıdır. Sonra bu tərəfdən gələn göyəm ağaçlarıdır bunlar. Göyəm ağaçları yox. Bağın buradan 4 dənə ağacı, 5 dənə ağacı qalıb. O qalan ağaçlar hamısı məhv olub. Əsas alma ağaçların kəsib doğrayıblar. Yoxdur ağac. Bağdan qalan 48 ağaçdan deməli 1, 2, 3, buradakı bir balaca cavan ağacdır, qoz ağacıdır. Bu cavan balaca ağac olduğu üçün bu kəsilmir. 1, 2, 3, 4, 5, 6. 48 ağaçdan 6 ağac qalır. Belə yaxşı vəziyyətdə. Ümumi götürəndə bu evə aid olan məhəllə bax bura qədərdir. Burada da heç nə göstərmir. Ağaçlar hamısı məhv olub. Mən indi yuxarı bir də çıxım. Bir də elə az da olsa evin tövlə tərəfini sizə çəkim göstərim. Yəni bu evə aid olan. Bu da rəhmətli Əmir dayı aid olan bu tövlə olub. Yenə də tövlə də yenə uçurulub, dağılıb, məhv olunub. Allah'ın günləmin şükür aydalar, bayaq da dedim ki, ayağımız öz torpağımızda, öz həyatımızdayıq, öz atamın məhləsindəyik. Bu günə min şükür. Allah Xudavənd aləm şəhidlərimizə rəhmət eləsin. Yerləri behişt olsun. Şəhidlərimiz İmam Hüseynə yoldaş olsun. Allah onların yerin behişt eləsin. Onların valideynlərinin qarşısında baş əyir. Allah onların səbir versin. Onlar bizler için, ben burada öz torpağımızda olmamız için can veripler, kan töküpler, en şirin canlarından kesirler. Allah prezidentimizin de ömrünü uzun eylesin, canın sağ eylesin. Ağlımıza gelmezdi ki 30 ilden sonra gələk öz torpağımıza. Allah o prezidenti de vətənimizdən başımızın üstüne reisi eləməsin. Allah ona da can sağlığı versin. Allah Xudavənd aləm şəhid analarına səbr kərəmət eləsin. Allah sizin də canınızı sağ eləsin. Oğul, gəldin bu şəhidliyin işıqlandırırsan, bugünə də min şükür ki, öz yerimizdə öz yurdumuzda. Şükür Allah'a ki biz bu yere geldik, çattık, gördük, bu günleri gördük. 28-30 yıldan sonra geldik, çattık öz yerimize, öz torpağımıza, min şükür. 18-ci ildən indiyə kimi bu torpaqlar alına gelib heç bir torpaq qaytara bilmədi. Tadı İlham Əliyevin devrinə kimi. Alınan torpağı Allah onun canını sağ eləsin, Heydər Əliyevin ruhunu şad eləsin, o dediyi vəsiyyətin onun oğlu yerinə yetirdi. O torpağı aldı. 18-ci ildən, 5-ci ildən indiyə kimi heç bir torpaq qayıtmamışdır, ta indiyə kimi. İndi də mənim arzum odur ki, İlham Əliyevin özü də illa belə eşitsin.
Biz Yerevanatan gitmek istiyoruz. Biz Yerevanatan. İrevan han olur. O bizim yerler olur. O torpaqlarda qayıtsın. İkinci də ki, bu torpaqda, bu döyüşdə can verən şəhidlərə Allah rəhmət eləsin, ruhları şad olsun. Onlar o rəhmətlərin qazanıb, əbədi qazanıb. Ona görə də ki, Allah Teala onların analarına, bacılarına, ailələrinə Cənab Zeynəb səbr versin. Səbr versin. Onların da səbrini versin. Onlar o ana bacıların qarşısında baş əyirik ki, onlar deməsin ki, oğlumuz ölür. Onlar yaşayırlar. Onlar əbədi yaşayır. Biz o şəhidlərin qarşısında ölü yaşayan bizik. Əbədi yaşayan onlardır. Onlar əbədidir. Allah onların valideynlərinə də bəyət dediyim kimi Cənab Zeynəb səbir versin. İkinci də ki, Allah Teala can sağlığı versin. Xalqımıza, elimizə, hamı da bir-birinin dəstəyi olsun, öz vətəninə, öz torpağına qayıtsın. Amin Allah. Ölən öz bizim bir kiçik kəndimizdən gör neçə şəhidimiz olub, ondan sonra qonşu kəndlərdən olub. Mən konkret danışıram. Hansı məmurun oğlu şəhid olub? Olmayıb. Amma bizim torpaqlarda zəft eləməsinlər. Zəft eləməsinlər. Bizim bir şəhidlər alıb, biz də gəlmişik. Kasıfların balaları alıb, biz də gəlmişik. İndi də bizim öz torpağımıza onlar ilişməsinlər, gəlməsinlər. Hansı yerə gəliblərsə hamısı sökülüb dağılacaq. Düzdür. Düz sözə heç nə Ona görə yoxdur. ki, biz indiyətən erməninin əlindən qaçdıq. İndi gələk burada kimlərin əlindən qaçaq? Haraya gedək? Mən bunun tələbindəyəm. Xalqımız da, elimiz də, cəmaatımız da, qız gəlinlər də, kişilərimiz də hamısı bunun tələbindədir. Öz torpağımız, öz vətənimiz, öz kəndimiz. Əvvəl nəcür, indi də elə olmalıdır. Biz onu tələb edirik. Mənim atamın özünüzdə çəkilişdə görsün. Difar işi olmayacaq. Kətsinlər taxta materialını, versinlər, remontunu eləsinlər, versinlər özümüzə. Eləyə bilmirlər, pulun versinlər, özümüz eləyək. Biz öz yerimizi özümüz eləyək, hazırlayaq. Tələb edirik biz bunu. Bizə fəhlə, usta başqası lazım deyil. Özümüz fəhləsiyik da, ustasıyıq da, dülgəriyik da. Kətsinlər, versinlər, pulun versinlər, özümüz öz yerimizi təmin eləyək. Güzel dağ. Ona görə də ki, kənddə də, şəhərdə də bastırıqdır. Özünüz görürsən ki, nə qədər hamı yığılıb şəhərə. Alınan torpaqlar cəmaət də qayıtsın da, öz yerinə qayıtsın. Biz bunu tələb edirik. Tələbiniz düzdür. İnşallah belə də olar. Bizim İnşallah. Ali Başkomandanımızın İnşallah biz də elə bunun tələbindəyik. səyi nəticəsində bizim torpaqlarımız, şəhidlərimizin, qazilərimizin canı qanı bahasına torpaqlarımız qayıtdı bir daha özümüzə. İndi inşallah bundan belə də yəqin ki hansısa qüvvə ilə yenə də biz bu torpaqlara qayıdarıq. İnşallah həyatımızı davam edərik. Evlərimizi də təmir edib yaşayarıq. İnşallah. Bu torpaqları bizə qaytaran şəhidlərə Allah rəhmət eləsin. Allah şəhidlərə rəhmət, qazilərə can sağlığı versin. Allah veteranlarımızı qorusun. Allah Ali Başkomandanımızı, Allah Müzəffər ordumuzu qorusun. Mən videonun əvvəlindən bunu qeyd edirəm. Fərqi yoxdur videonun əvvəlindən axırından. Yəni bizə bu torpaqları, bu yerimizi, yurdumuzu qaytaran bütün şəhid ailələrinə biz borcluyuq. Şəhidlərimizin valideynləri qarşısında, qazilərimizin valideynləri qarşısında, ailələri qarşısında baş əyirəm. Sizin başınız uzaq olsun. Rəhmətli Əmir dayının məhəlləsindən bu qədər. Xəttə qalın, inşallah videonun davamı gələcək. Videonu izlədiyiniz üçün hər bir kəsə təşəkkür edirəm. Sağ olun, var olun.